Lale bilmem burada düşürüyor yok. Yesin düşmürüyor. Quşlar dövr edir. Bax o çəkdiyim yerdə bayaqdan quşlar bax dəstə ilə fırlanırlar. Dövdür. Dəstə fırlanır. Mən düşür burada yox. Getdi olur. Getdi dama. Nə deməksin? Mələk səhər-səhərdir. Saat 6'da 7'nin yarısı süt namazını kıldım. Çıktım balkona sonra. Yazda ne düştü bayağı? Murad'ın sözü, Murad ne derdi? Dedi ki, sen dedin, o da dedi. Ne dedi? Təsdiqlədi. Deyir, hə, deyir, səhər-səhər, quşlar yenə. Deyir, nə deyirdi? Səhər-səhər deyir, gözəl oldu, yəni hava. Çox ləzzət. Bir də nə deyirdi? Heç. O işe gedəndə altılı işe gedən vaxtları olur. Durup gedən. Ama bir şey səhv deyil. Nəyi? Demeyin, onu deməyə səhv deyilər. Deyir ki, Lale'ye deyəsən demişdi ya, özü deyirdi, bilmem. Ki, səhər-səhər 6'da yuxudan durup şey gedəndə özümü dünyanın bədbəxti bilirəm. Çünki küçədə məndən başqa heç kəs olmur. Yeri gəlmişsən denə. Yeri gəlmişsən ay Murad. Dinləsən, bədbəxt niyə olursan? Elə olanda da lap yaxşı. Rozunu Allah Teala buyurur ki, rozunu səhər-səhər yəni axtarmaq, çıxmaqla yaxşıdır. Sonra necə elə yox, səhəri Allah, gündüzü Allah rozu axtarmaq üçün yəni fürsət sizin üçün eləyib. Sonra ayədir, Quran ayət. Sonra bir də kişi işe getməlidir. Kişi işe getməlidir. Çörək bunu necə getsin? İşe gedirəcək. Murad şükür Allah'a gedir. Maşallah. Gedir şükür. Geçək də gedir. Maşallah. Ne gözəl değil mi? De küçədə adamlar. Elə az adam olanda maraqlı var. Niyə? İfrat elədin, cinlər səni girişlədir. Söndür. Ne gözəl sütdür. Süt namazından sonra kuşlar da Allah'ı tərkib. Süt namazı başlayanda söndür. Kuşlar da mən yayda fikir vermişdi. Çəkməzsən, çək. Süt namazı başlayanda, yəni qaranlıqda kuşlar başlayırdı. Bizə məktəbdən öyrətmişlər. Kuşlar cəhcəh vurur, mahnı oxuyurlar. Əslində sonra başa düşdüm ki, onlar da Allah'ı tərif edirlər. Yeri gəlmişkən yox, yeri gəlmişkən. Yay, haqqı yay. Yoxsa lənət olar deyil. Allah Teala buyurur ki, o bir videoda da var idi, hansı rəqs elədiyim videoda. Sonra Allah Teala buyurur ki, ama süpürgəçilər səhər-səhər olurlar, küçədə. Nə bəxtəvazları, niyə? Səhər-səhər çıxmaq. Adam bazara gedib süpürgəsi işdir. Küçə süpürgəsi. Qəşə işçi amma çəkmiş. Sonra eləyənlər niyə? Mən nikar eləyənlər niyə? Əlim belə bir adam axı evi süpürəndir də, küçəni necə süpürsün? Küçəni bir dənə tost olan kimi maşın var, ondan süpürsələr yaxşıdır. Adam evi süpürəndir, küçəni necə süpürsün? Sonra şeydir, yadından çıxıyor nə deyəcəkdir. Allah Teala Kur'an'da buyurur ki, onu da deyir. Allah Teala Kur'an'da eşitirəm və itaat edirəm. Allah Teala nə başa düşürsən ona görə deyirsən, eşitirəm və itaat edirəm. Başa düşürəm ki, sən ucu anlayıram mən deyil. Yəni Allah Kur'an'da buyurur ki, möminlər Allah'ın əmrini eşitdikləri zaman nə deyirlər mənası?
eşidirəm və itaat edirəm deyirlər. Sonra yalnızca eşidirəm və itaat edirəm. Yerdə, göydə ayədir, aha. Bəli, yerdə, göydə və yerlə göy arasında olan hər bir şey, elə bir şey yoxdur ki, onlar Allaha təqdis tərif edib, şəninə tərif deməsinlər. Hər bir şeyə. Aha. Ancaq Allah Teala buyurur ki, ancaq siz onların dilini anlamırsınız.